20 variantlı sınav imtahanının 8-ci sınavı ilə davam edirik. Əvvəlcə siz videonu dayandırıb sorularla tanış ola bilərsiniz. Mən vaxt itirmədən listenə keçirəm. Unit 8. Listen to the passage and answer the questions from 1 to 4. Thanks to new technology, going to school these days can be a pleasant experience. No longer having to rely on chalk and talk, teachers can give pupils the opportunity to play a more active role in their own learning. This makes learning a more individual experience, and students with different learning styles can take in knowledge more easily. This can motivate students, as most students enjoy using computers. Nowadays, students can learn individually or in groups to improve their skills. Using technology is said to improve students' logical thinking, cooperative learning, and communication skills. Students can also learn at their own step with the use of computers. Today, schools have resources but lack of clear goals. Schools need to find which type of technology can be more valuable to students. In this way, schools can function effectively in the future. Əgər ehtiyacınız olarsa, siz videonu dayandırıb bir də qulaq asa bilərsiniz listenə. Biz keçək suallara. Choose a correct answer to the question according to the passage. Mətnə uyğun olaraq düzgün cavab seçin. How does the use of modern technology impact school children? Müasir texnologiya məktəbli uşaqları necə təsir edir? Because of modern technology, students have difficulties with learning. Müasir texnologiyaya görə uşaqların öyrənmə çətinlikləri var. Thanks to new technology, students must rely on chalk and talk. Yeni texnologiyaya görə uşaqlar chalk və talk, yəni təbaşir və söhbət et anlayışına güvənirlər. Due to new technology, students have become more active in learning. Cavabımız C bəndə olacaq. Yeni texnologiyaya görə uşaqlar daha da aktivdirlər. Going to school can't be a pleasant experience for pupils these days. Bu günlərdə məktəbə getmək yaxşı bir təcrübə deyil. Niyə? Modern technology prevents pupils from getting experience. Müasir texnologiyalar şagirdləri təcrübə qazanmağın qarşısını alır. Prevent sözünə diqqət yetirin. Mane olmaq, qarşısını almaq deməkdir. Cavabımız İ bəndi də deyil. C. İkinci suala baxırıq. Nowadays students, bu günlərdə uşaqlar are given less opportunity by the teachers. Müəllimlər tərəfindən az imkanlar verilir. Xeyr. Can improve their skills in groups. Bəli, öz bacarıqlarını qruplarda iştirak edə inkişaf etdirə bilərlər. Are made to stop using computers. Kompüterlərin istifadəsi dayandırıla bilər. Xeyr. Can learn individually to perfect their ability. Öz bacarıqlarını daha da mükəmməlləşdirmək üçün individual şəkildə çalışa bilərlər, öyrənə bilərlər. Cavabımız 2, 4, İ bəndi. İyə baxın, ha. Sərgəli yazmağa çalışaq. İ bəndi. 3-ə baxırıq. What is passage mainly about? Mətn nə haqqındadır? The school with clear goals but few resources. Çox aydın məqsədlər və az resurslar. Xeyr. How to get a pleasant experience using chalk and talk. Chalk və talku necə təcrübələrdə istifadə edə bilərik? The ways that teachers search to stop using computers. Kompüterlərin istifadəsini dayandırmaq üçün müəllimlərin axtardığı yollar. Xeyr. The advantages of new technology at schools. Məktəbdə olan yeni texnologiyaların üstünlükləri. Cavabımız deməli. The students with the same learning styles. Eyni öyrənmə stilində olan uşaqlar yox. Decide whether the sentence are true or false. Cümlələrin düz yaxud səhv olduğunu decide, qərar verin. People are given more opportunity to be active in learning. Uşaqlar daha çox imkanları var öyrənmədə aktiv olmaq üçün. Əlbəttə ki, doğrudur. Müəllimlər hər cür imkan yaradırlar ki, uşaqlar aktiv olsun. There aren't any valuable types of technology for students. Uşaqlar üçün heç bir texnologiyalar
2 dəqiqə bunu belə qaldıraq, daha yaxşı görək. Aha, there aren't any valuable types of technology for students. Uşaqlar üçün heç bir dəyərli texnologiya tipləri yoxdur. Niyə? Cavabımız false, səhvdir. With the use of computer, students can learn at their own step. Kompüter istifadəsilə onlar öz mərhələlərlə öyrənə bilərlər. Bəli. We can't associate technology with education at all. Biz texnologiya ilə birləşə bilmirik heç cür. Niyə də bilmirik? Axı kompüterlərdən istifadə edirik. Cavabımız false olacaq. 5-ci suala baxırıq. Dear Isabel, Əziz Isabel, I love going shopping at malls and department stores with my friends from college and we have a good time. Mən shopping malla getməyi sevirəm. Department store verməyə, dostlarımla verməyə getmək istəyirəm, kollecdən olan dostlarımla və biz yaxşı vaxt keçirdik. I think I'm a good shopper because I usually buy things when they are on sale. Mən düşünürəm ki, mən yaxşı alıcıyam, çünki onları endirimdə olarkən alıram. On sale sözünə diqqət yetirin. On sale endirimdə deməkdir. However, I have a big problem. I spend too much money. Baxmayaraq ki, mənim böyük bir problemim var. Çox pul xərcləmək. How can I spend less money but still go shopping with my friends? Necə mən daha az pul xərcləyib dostlarımla yenə də shopping edə bilərəm? Common. Choose a correct variant. Düzgün variantı seçin. Common asks Isabel to join them. Isabel'e onlara qoşulmağı xahiş etmir. She informs Isabel about her friends. Öz dostları haqqında da məlumat vermir. Sadəcə olaraq kömək istəyir. Carmen needs her friends' advice. Carmen dostunun köməyinə ehtiyac var. She tells Isabel what things are on sale. Nəyin endirimdə olduğunu demir. Carmen wants to introduce her friends to Isabel. Isabel'e öz dostlarını təqdim etmir. 6-cı suala baxırıq. Dear Dan, Əziz Dan, I'm thinking about going away on a volunteer project for a part of my gap year. Mən düşünürəm ki, boş ilimdə könüllü bir proyektə qoşulum. I have found an interesting project in Africa that is in need of volunteers. Mən Afrikada maraqlı bir proyekt tapmışam ki, onlar könüllü istəyirlər. I have no pay my own travel expenses and find accommodation, so I must raise some money first. Mən səyahət xərclərini qarşılamalıyam, yaşamaq üçün yer tapmalıyam, bunun üçün də pul yığmalıyam, raise money. Do you have any suggestions on where I should look? Sənin təklifin var, mən hara baxa bilərəm? Write me your ideas, öz ideyalarını mənə yaz. Dear Bill, choose a correct variant. Bill asks for his friend's opinion connected with his wish. Arzusu ilə bağlı bir dostundan kömək istəyir. Digər variantlara baxaq. Bill asks Dan to accompany him on his trip to Africa. Afrikaya olan tripi üçün, səyahəti üçün onun müşahidə etməsini istəyir. Xeyr, onun köməyə ehtiyac var. Bill aims to inform his friends about the project. Proyekt haqqında onu məlumatlandırmaq istəmir. Bill can't join the project because of financial difficulties. Maliyyə çətinlikləri olduğu üçün proyektə qoşula bilmir. Xeyr, qoşula bilmir demir. Sadəcə olaraq kömək istəyir ki, bəlkə başqa bir layihə olar. Bill expects Dan to cover his living and travel expenses. Bill, Dan'in onun xərclərini qarşılamağını gözləyir. Xeyr, onun xərclərini qarşılamağı istəmir daxı. Expense xərcləməkdir. Baxın, sizə diqqət yetirin. 7-ci suala baxırıq. Dear Kate. Görüm, xərc yaza bilirəm. Xərc yazdım. Başa düşdüsə xərc. Dear Kate, salam Kate. My sister and I have been going on well with each other, but we have a problem. Mənim bacım və mən bir-birimizlə yaxşı yola gedirik, ancaq bir problemimiz var. She loves going window shopping and trying on clothes in the malls. O, window shopping sözünə diqqət edin. Window shopping sadəcə olaraq dükanlara gedib heç almayan insanlar deyirlər. Və o, sadəcə olaraq geyimləri yoxlamağı xoşlayır. She wants me to go with her because I can give her my opinion about how she looks when she comes out of the fitting room. O mənimlə getməyə xoşlayır, çünki mənim onun qarderobdan çıxan zaman geyiminin necə göründüyünü deməyimi istəyir. All this take my time and I want to stay at home and watch TV. Bunların hamısı mənim vaxtımı alır və mən evdə qalıb televizor izləmək istəyirəm. What should I do? Mən nə etməliyəm?
Julia is tired of watching TV with her sister for a long time. Bacısı ilə çoxlu televizora baxmaq yorulub. Xeyr, onlar televizora baxa bilmirlər axı. Julia told her friend about how she had a great time with her sister. Bacısı necə yaxşı vaxt keçirdiyini deyir. Xeyr, artıq o bezib onunla dükanlara getməyə. Julia wants to make Kate talk his problem over with her sister. Bacısı ilə danışmağını istəyir. Bacısı ilə danışmağını istəmir axı. Sadəcə problemi həll etmək istəyir. Julia's sister never needs her opinion when she buys something. Julia heç vaxt sister never needs her opinion when she buys something. Heç vaxt onun fikirlərini öyrənmək istəmir. Xeyr, onun fikirlərini xoşladığı üçün onunla aparacağımız ibəndə olacaq. Julia asks Kate for advice on how to solve the problem easily. Məsələni necə asanlıqla həll etmək üçün ondan advice məsləhət istəyir. Mətnə baxırıq. The race is on as which country will be the first to inhabit the moon. Yarış hansı ölkənin ayda ilk yaşadığını öyrənmək üçündür. Apart from the United States, Russia, India, Japan and China plan on sending astronauts to the moon. Amerika Birləşmiş Ştatlarından başqa Rusiya, Hindistan, Yaponiya, Çin Aya astronavt göndərmək istəyir. So, a station on the moon might soon be possible. Və beləliklə ayda olan stansiya mümkün ola bilər. On the moon, water is found all over the surface but in the form of ice. Ayda su bütün yer kürəsində tapılır buz şəklində. The most obvious issues include the questions of power, water, air and shelter. Əsas məsələ isə güc, su, hava və sığınacaq məsələsidir. Today, scientists feel that the best place to establish a station would be either at the South or North Pole. Bugün alimlər ən yaxşı yaşayışın cənubda və yaxud da şimal polda olduğunu bilmək istəyir. The temperature doesn't change as much throughout the day as it's near the equator. Temperatur ekvatora yaxınlaşdıqca dəyişmir. At present, NASA is about to send a spacecraft to the moon. İndiki NASA Aya kosmik gəmi göndərmək istəyir. Their high-tech computer will analyze the signals and send back to the Earth for the researching. Onlar yüksək texnologiyalı kompüterləri analiz verir, siqnalları analiz edir və yer kürəsinə research üçün, axtarış üçün göndərilir. The search is based on the theory that the comets which have been hitting the moon over the last 2 billion years have left ice in its hollow. Araşdırmalar, nəzəriyyəyə əsaslanan araşdırmalar göstərir ki, kometlər, bu quyruqlu ilan deyirlər, quyruqlu ulduz deyirlər, nə deyirlər? Onlar Aya 2 milyon, son 2 milyonda over the last 2 billion years have left Ayı tərk edib və buzlarda deşiklər yaradır. If this is the case, astronauts can use solar energy to melt the ice into water. We may be inhabiting the moon. Əgər astronavtlar enerjini ayı buzu suya çevirəcək kimi istifadə etsələr, bu zaman ayda yaşamaq mümkün olacaq. Suallara baxırıq. Choose a correct statement according to the passage. Mətnə uyğun olaraq düzgün cavabları seçin. It is already known which country will inhabit the moon. Hansı ölkənin yaşadığı munda bilinmir. Burada deyil, bilinir. Some countries arrange to send astronauts to the moon except China. Çindən başqa ölkələrin bəziləri ora astronavt göndərir. Xeyr, Çinin də adı vardır. Perhaps humans may be able to live on the moon in the future. Ola bilər ki, gələcəkdə insanlar orada yaşasın. The moon is thought to be the best place to set up a station. Ay ən yaxşı bir yer kimi düşünülə bilər yaşamaq üçün. Xeyr, the moon is an available place to live on because of its good conditions. Yaxşı şəraitləri yox idi ayın. What's the passage mainly about? 9-a baxırıq. The satellite that caused the race between countries. Bəli, ölkələr arasında yarış yaradan peyk.
The astronauts living on the moon, ayda yaşayan astronavtlar, xeyr, a station built on the moon, the climate at the south pole, the life in the equator ola bilməz. 10-cu suala baxırıq. What is the role of high-tech computers? Yüksək texnologiyalı kompüterlərin rolu nədir? To do some research on planet Earth, yer kürəsində research etmək, axtarış etmək, xeyr. To help the astronauts to build the station, stansiyanı tikmək üçün astronavtlara kömək etmək, xeyr. To analyze the temperatures in north and south pole, oradakı temperaturu ölçmək üçündür. To inspect the signals before sending to the Earth, yer kürəsinə göndərilən siqnalları araşdırmaq üçün. 11-ə baxırıq. At present, NASA intends to dispatch a spacecraft to the moon. NASA Aya spacecraft, kosmik gəmi göndərmək istəyir, bəli, düzgünlük. Countries search ways to solve the water problem on the, oradakı su problemini həll etməyə çalışır ölkələr, xeyr. Both poles are supposed to be the best place to establish a station. Hər iki polun daha yaxşı yer olduğu düşünülür stansiya tikmək üçün. 12-ə baxırıq. Which statements are false? Səhv olanları tapırıq. The aim of NASA is to prevent the moon from being hit by the comets. Xeyr, prevent deyil daxı. Bir səhvdir. According to the research, ice has been left in the hollow made by the comets. Xeyr. Research on the moon is of little importance in the study of the planet. Ayın axtarışları planetlərin öyrənilməsində çox az rolu var. Xeyr. 1, 3. Səhv olan cavablarımız 1, 3. 13-ə baxırıq. You can go to the cinema. Sən sinemaya gedə bilərsən. Or you can visit your aunt və yaxud da xalana baş çəkə bilərsən. Or tərcümə eləmək lazımdır bağlayıcılarda. Would you like to go to the beach or to have an ice cream while watching a film? Film izləyərkən dondurma yemək istəyirsən, yoxsa çimərliyə getmək istəyirsən. Kate's mother is taking us to the circus. Kate'in anası bizi sirka apardı. Our mother in a business trip. Çünki bizim anamız səyahətdə idi. As verdik. As və because sinonimli yadınızda saxlayın. Diqqətli olun bunlara. Conjunction bölməsi tərcümə ilə yazılır ancaq. 16-ya baxırıq. My brother. Baxın, my brother. Canlıdır. Canlı olduğu üçün who veririk. Who'dan sonra xəbər gəlir. Burada whose və whom da verə bilərik deyə desəz. Who'dan sonra isim gəlməlidir. Whom'da isə söz önü olmalıdır və who sizə gərək xəbər olur. Cavabımız eyvəndir. 17-yə baxırıq. The car which I am going to buy should be a larger one. Sinonim istəyir. Larger'ın sinonimi nədir? Genişin sinonimi. Genişin nədir? Böyüyün sinonimi bigger. I felt very sorry for the incident. Mən insident üçün, yəni qəza üçün çox pis hiss etdim. When I realized nə vaxt? Mən səhvimi başa düşərində. Though baxmayaraq ki, and və so beləliklə ifsə əgər deməkdir. Davam edirik. 19-cu suala baxırıq. The children saw different kinds of animals. Uşaqlar müxtəlif heyvanlar gördülər. While they were at the zoo. Nə zaman? Zooparkda olan zaman. 20-yə baxırıq. Yesterday I went to bed early. Dünən mən yatmağa tez getdim. Niyə? Çünki mən yorğun idim. Because I was real tired. Trabzon, baxın, yer adıdır. Hazelnut we like is in the Black Sea region. Burada baxın ismi gördüsə bura whose verəcəksiniz. Trabzon, whose hazelnut we like, fındığını sevdiyimiz Trabzon Qaradənizdə yerləşir. 22-yə baxırıq. The test was. Baxın buradakı wasn't-ı gördünüz. Buna diqqətli olun. Buraxışa da belə bir şeylər düşmüşdü də.
Burada inkar varsa, deməli siz əvvəli təsdid verməlisiniz. Vergüllə ayrılırsa, əvvəliniz təsdid və both and olar. Both or deyə anlayış yoxdur, is and or yoxdur, neither and yoxdur, neither or yoxdur. Heç bir də variantları çıxarıb tapa bilərsiniz. 23-ə baxırıq. Your sister will not be safe if you leave her alone in the park. Baxın, burada if-dir, əgərdir. Tərcüməyə də tapa bilərsiniz. Bir də cümlə quruluşuna baxmalısınız. Baxın, bir tərəf will, bir tərəf də ise iki sayılı zaman forması. 24-də baxırıq. She needs to work harder if she wants to be successful. Əgər uğurlu olmaq istəyirsə, o çox çalışmalıdır. Bir də if-də hər iki tərəfi indiki sayıda da verə bilərik. Bunu da unutmayın. 25-ə baxırıq. Nə istəyir bizdən? Antonim. Talented, gift, bunlar sinonimdir. İstedadlı deməkdir. Catch, miss. 2. Enjoy, dislike, bəli, sinonimdir. Suitable, available. Yox, antonimdir. Enjoy, dislike. Qalanlar isə antonimdir. Suitable, available, search, explore. Bizə antonim lazımdır. Burada verilənlər isə sinonimdir. Cavabımız 2, 3 olacaq. Bu qədər. Sualınız olarsa şərhlərə yazarsınız. Kanalımıza abunə olub like etməyi unutmayın. Hələlik.